Herkese salam, kanalıma ve yeni vloguma xoş gəldiniz. Hər birinizi salamlayıram. Hər birinizə xoş izləmələr. Burada toyuğu cücələrlə buraxmışdım. Biraz gəlsinlər. Mən də oturmuşdum, kokteyl içirdim. Bu arada kokteyli qızım hazırlamışdı. Çox dadlıydı. Arada reseptini çəkib sizlərlə də paylaşarım. Hava günəşli değildi deyə dedim biraz bunlar gəlsinlər. Sonra evə keçdikdə tükərəm setka altına. Çünki həyətdə pişik falan gəzir. Qorxuram ki, aparar. Hələ biri itib, bilmirəm hara gedib, necə itib. Sonradan fərqinə vardım. Bu arada yemək də yoldaşımdandır bugün. Ona görə belə rahat idim. Yeməyi yoldaşım hazırlamaq istədi. Belə hardasa burada 1 kiloya yaxın filedir. Toyuq filesi. Bunu doğradı. Üzərinə soğan, orasını çəkməyi unutmuşam. Üzərinə bol soğan, biber, bir də pomidor doğrayıb əlavə etdi. Pomidorun mütləq qabığı soyulsa daha yaxşı olur. Bu yemək qaymaqla da çox dadlı olur. Biz qaymaqlı da etmişik. Qaymaqlı məncə daha da dadlı olur. Yəni sadə də dadlıdır. Qaymaq ona bir daha ayrı bir dad qatır. Yəni istəsəz qaymaqlı da yoxlaya bilərsiniz. Çox dadlı alınmışdı. Yoldaşımın buradan da əllərinə sağlıq. Sonra yollandıq mağazaya. Qızımın ad günüsü idi. Ad günüsünə yəni az qaldı. 1-2 gün qalmışdı. Getdik lazım olan ərzaqları almağa. Burada bəzilərini çəkmişəm. Davamını isə çəkmədim. Bunu evdə göstərim. Belə bir cips aldım. Tort üçün krem aldım. Sonra pendir almışdıq. Saqqız olmazsa olmaz. Yəni hər bir mağazaya girdikdə götürülür. Bu pendir çox dadlıydı bu arada. Tort üçün belə bir piçenyalar. Tiramisu hazırlamaq istəyirəm. Sonra yumurta, salfet, qalan nə qaldısa onları da sonradan alarıq və yollandıq Lerikə. Həm gəzmək adı ilə, həm də ocağa, yəni ziyarətgaha. Biz tərəflərdə ocaq deyilir. Yollandıq ora. Bu arada deyim ki, bilməyənlər üçün də əslində heç özüm də bilmirdim bu. Amma videoya görə istədim biraz araşdırım. Deməli bu Babagil ziyarətgahı Lerik rayonunun Babagil kəndində yerləşir. Cənub zonasında. Deməli, tədqiqatçılara görə bu ocaq 15-16-cı əsrlərə aid edilir. Kimdir bu Babagil? Burada dəfn olunan şəxsin əsl adının Nizaməddin Əmir Şahsevər Gilani Kəsgəri olduğu bildirilir. O el arasında böyük nüfuz qazanmış, ruhani alim, arif və tayfa başçısı olmuşdur. Adının mənası isə Babagil sözünün mənası yerli sakinlər və bəzi mənbələr tərəfindən Gilanlı Baba, İranlı Gilan vilayətindən köçüb gəldiyi üçün kimi izah olunur. Tarixi sənədlərə görə vaxtilə bu ərazidə məscid, xanəgah, karvansara və böyük ziyarətxana kompleksi olub. Çünki ərazidən keçmişdə ticarət karvanlarının yolu keçirmiş. Zamanla bu binalar dağılsa da izləri qalıb. Türbənin ətrafındakı qədim qəbristanlıq arxeoloji baxımından çox zəngindir. Burada orta əsrlərə aid daş, qoç fiqurları, günbəz və günəş təsvirli baş daşıları, həmçinin üzərində daraq təsviri olan qadın qəbirləri mövcuddur. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda və Əlyazmalar İnstitutunda bu ziyarətgahın 300 illik tarixinə dair 6 rəsmi fərman və sənəd qorunub saxlanılır. Sovet dövründə və sonradan aşınmaya məruz qalan türbə 1998-2002-ci illərdə yerli xeyriyyətçilər tərəfindən və kənd sakinlərinin dəstəyi ilə bərpa olunub. Hazırda orada şərq üslubunda gözəl bir məqbərə, ucalır ətrafı ağ daşla hasarlanıb, ziyarətçilər üçün şərait, bulaq suyu, qurban kəsimi və istirahət güşəsi yaradılıb. Babagil ocağı həm yerli əhali, həm də digər bölgələrdən gələn ziyarətçilər üçün müqəddəs və duaların qəbul olunduğu inanc kimi qəbul olunur. Sonra yollandığı Cəllabada el arasında 3 meyt adlanan ocağa, 3 qəbir ziyarətgahına. Ora ilk dəfə idi gedirdim. Bir bu gözəlliyə baxın. Yəni çox gözəldir də təbiətimiz. Burada isə bu ziyarətgah Cəllabadda yerləşir, Dələli kəndində. Burada deyilənlərə görə, inanca görə İmam Rızanın 3 evladının və ya nəslindən olan şəxslərin 3 nəfərin qəbri var burada. Buradakı qəbirlər yer səthindən təxminən 2-3 metr dərinlikdə yerləşir. Ziyarətçilər içəri daxil olub, xüsusilə pilləkənlərlə aşağı düşərək qəbirlər ziyarət olunur.
Əsasən də bölgə insanları bura böyük ehtiram bəsləyir. Xüsusilə müxtəlif xəstəliklərdən şəfa tapmaq, niyyət etmək və duaların qəbul olunmasını istəyənlər həm Cəlilabaddan, həm də ətraf rayonlardan bura axın edirlər. İlin bütün fəsillərində, xüsusən də dini günlərdə ocaq ziyarətçilərlə dolu olur. Biz gedən zamanda çoxlu ziyarətçilər var idi, çoxlu insanlar var idi. Qayıdarkən artıq gün batımı idi. İstədiyim bu gözəlliyi də çəkim sizlər üçün. Çox gözəldir. Gün batımı da ayrı bir gözəldir. Burada bir neçə vloqu birləşdirmişəm. Yəni bir neçə günlük vloqu birləşdirmişəm və çəkmişəm. Şükür Allaha çatdıq evə. Bu da bizim balaca macəraçımızdır. Temu bağlamam var idi. Onu açıb çəkdim. Belə bir zaryatka vurmuşdum. Əslində bu gec gəldi. Elə burada ikisini aldım. Bunu da evdə qoydum. Çünki evdə telefon falan çoxdur deyə, yəni lazım olur da. Sonra korset almışdım. Uşaqlara belə bir krokslar idi. Özümə bir yüngül pasanuşka almışdım. Sonra qızıma naski idi, yay naskiləri, corabları. Yəni belə sonrası gündə isə əmmimgildə Ehsan idi. Getdik Ehsana. Qəbul eləsin. İmam Hüseyn Ehsan idi. Allah dərəcəyə çoxdursun. Bu anamdır, plovu tökən, həmişə ehsanlarda, yəni istər bir məclislərdə həmişə plovu bişirən və tökən həmişə anam olur. Allah ona da can sağlığı versin, bütün analara, mənim anam da içində olmaqla. Allah verilən bütün ehsanları da qəbul etsin. Allah hər il qismət eyləsin inşallah. Burada da bacardığım qədər azca çəkiliş etdim. Çünki hamı iş başında idi. Bir də mən telefonu götürüb ortalıqda gəzirdim. Ehsanla tez çıxdım, gəldim qızımın tortunu hazırlamalı idim. Gəldim hazırlamağa. Deməli burada bu tiramisu peçenyalarıdır. Burada onun üçün kofe hazırlamışam. Batırıb kofeyə düzürəm. Bu dəfə qəlibsiz elədim. Yenə də yəni yaxşı oldu. Bacardığım qədər düzdüm. Çox da dadlı olmuşdu. Yəni sınamayanlar varsa mütləq sınasınlar, peşman olmazsınız. Çox dadlı bir tortdur. Hazırlanması da yəni çox asandır. Çox da yəni biskvit qədər yəni yorucu olmur. Burada istədim biraz bəzək verim. Əslində üzərinə kakao səpməli idim. Qızım istəmədi. İstədi ki, tortun bəzəkli, çəhrayı falan olsun. Ona görə onun üçün tiramisuya əslində kakao səpilir üzərinə. Daha burada kakao səpmədim. Qızımın istəyinə görə bunu belə bəzədim. Biraz bəzəklər tam da istədiyim kimi olmadı. Çünki kremi tiramisunun kremi biraz daha yumuşaq olur. Çünki tərkibində pendir də olur ona görə. Amma yenə də görünüşü də, dadı da çox gözəl idi. Yeyən hər kəs bəyəndi. Yenə növbəti bir gündən artıq 3-cü gündür vloqum davam edir. Qızımın ad günüsünü keçirməyə gedirik. Yəni qeyd etməyə, ailəcə getdik. Qızımın ad günüsünü qeyd etməyə. Elə istədiyim bu günü də kadrlara alım, yaddaşlarda qalsın YouTube'da. Buradan da bu gündən də yəni çəkilişlər etdim. Bu günü qızım necə istədisə, sözün açığı, yoldaşım da elə keçirdi. Yəni hara getmək istədisə, necə istədisə, gün onun günü olduğu üçün, yəni günü onun üçün bacardığımız qədər maraqlı və şən keçməsini istədik. Burada gəldik belə bir restorana. Burada yeməyimizi yedik. Sonradan yollandıq biraz dəniz qırağına. Burada biraz şəhəri çəkmişəm. Gedirik dəniz qırağına. Qızım park istəyirdi. Sonra çay içməyə isə getdik. Yəni başqa bir məkana. Həm orada biraz oynasın, əylənsin. Həm də çay dedik biraz içərik. Sonra evə qayıdarıq. Həm də gecə qonaqlarımız olacaqdı deyə evə də biraz tez qayıtmaq istədik. Alması bəzi şeylər də var idi, mağazaya da girməli idi. Burada gedərkən də istədim biraz şəhərimizin gözəlliyindən də sizlərə çəkim. Dəniz qırağını çəkməyi unutmuşam. Yəni telefonu əlimə götürmədim. Bəzən götürürəm, bəzən istəyirəm həmən anı oradaca yaşayım. Ona görə bəzi yerləri çəkirəm, bəzi yerləri çəkmirəm. Və yollandıq çay içməyə belə bir yerə. Burada çox gözəl bir yerdir. Buranı çox xoşlayıram, buranın sakitçiliyi.
Qayıdarkən belə yolda gördük ki, uşaqlar böyürtkən satırlar. Bir belə balaca vedrə böyürtkən aldıq. Dedim yesək, yəni yeyərik, yeməsək varenyasını hazırlayaram. Bir də bu gözəlliyi çəkmək istədim. Baxın necə gözəldir. Biz elə bir dağın başındayıq. Kənd falan qalıb aşağıda. Və mənzərə o qədər gözəldir ki, yəni kameradan o qədər də qəşəng görünmür, amma canlı görmək bir başqadır. Canlı çox gözəldir. Yəni yüksəkdən qalıb necə deyim, aşağıya belə gözəl mənzərəyə tamaşa edirsən. Baxmaqla doymaq olmur da. Çox gözəl bir mənzərəsi var idi. Burada maşını saxlayıb dedim çəkim, sonra yolumuza davam edərik. Artıq bugünkü gəzintimizi burada sonlandırdıq və yol alırıq evə. Evə gedərkən lazım olan meyvə falan da aldıq. Əslində burada özüm danışıb deyirəm. Sadəcə olaraq sonra görürəm ki, klokların səsindən heç öz səsim eşidilmir. Bu aldığımız böyürtkən uşaqlardan gilasdır, pomidordur. Pomidoru əslində həyətimizdə var. Sadəcə olaraq mağazaya yoldaşım girmişdi deyə mən başım ağrıyırdı. Düşmədim maşından. Ona görə yoldaşım almışdı. Ərik alıb, şaftalıdır, badımcandır, bibərdir. Sonra göyərti alıb. Bunları özü nə istəyibsə özü alıb. Sonra burada nə var? Alçadır. Alça alıb. Sonra bu cavalı qara cavalıdır. Bir də yay alması, amma bu turşundandır. Artıq ad günü bitmişdi, qonaqlar getmişdi. Qızımıza aldığımız belə bir ev mi deyim, çadır mı deyim, belə bir şey vardı. Oturduq onun üçün yığmağa. Vloqum bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndinizsə bəyənib abunə olmağı unutmayın. Əgər abunə deyilsinizsə növbəti vloqlarda görüşənədək hələlik.